bu oyun elə də belə gözlənilirdi ki, ağır bir oyun olacaq. Çünki finala bərabər bir oyun idi. Yəni belə deyək, bu ilki mövsüm həqiqətən də hiss olundu ki, düzü mövsüm belə qurtarmayıb. Yəni hiss olundu ki, doğrudan da mübarizə var. Ümumiyyətlə son 2-3 ildir ki, Vakıflar və Neftçi komandasının yəni əzmkarlığı ilə, artırmağı ilə çempionatın səviyyəsi qalxıb həqiqətən də. Yəni belə deyək, çempionatda komanda az olsa da, amma keyfiyyət var. Gördüyünüz kimi də oyun gərgin keçdi və komandamız ağır bir oyundan qələbə ilə ayrıldı. Komandamızı təbrik eləmək istəyirəm. Həqiqətən də əzmkarlıq var idi. Ağır bir oyunda bir qələbə qazandıq və çempionluğa belə deyək 90% imzamızı atdıq. İnşallah qarşıda da oyunlar var. Yəni mühüm oyunlarımız bir oyun var. Yəni o birisi komandalar, yəni yaxşı komandalar var. Yəni oynayacağıq. Çempionat hələ bitməyib və yəni işimizə davam eləyəcəyik. Qol buraxmadan meydançanı tərk edirsə, yəni desəm ki, yəni qane etmir, yalan olar, qeyri-səmimi olar. Əlbəttə ki, öz oyunundan şükür Allaha ki, razıyam. İnşallah ki, oyundan sonra məşqi ilə də danışacağıq, individual danışacağıq. Bu barədə indi məşqçi mənə qiymət verəcək. Mənim özümə qiymət verməm düz çıxmaz, amma qol buraxmadığıma görə, yəni bu qərarı, bu fikrə gəlirəm, belə deyək. Yenə də ki, Allaha şükürlər olsun ki, qol buraxmadan meydanı tərk elədim. Bəli, bundan sonra Yasamal və Yasamaldan sonra səhv eləmirəm Şuşa komandası ilə oynayırıq, daha sonra Neftçi ilə. Yəni bir dövrə qalıb belə deyək. Yəni qətiyyən boşalma olmaz, yəni deyirəm. Çalışacağıq. Yəni bu mayın 29-u çempionatın son oyunu da bitir. Yəni buna qədər də ki, biz tam gücümüzlə yenə də həmin qaydada hazırlaşacağıq.